WhatsApp mesajlaşma proqramı ilə bağlı yayılmış ekran görüntüsü sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xəbər Studiya xəbər verir ki, sosial şəbəkələrin Azərbaycan segmentində paylaşılan fotoda yazışmaların polis tərəfindən izlənildiyi qeyd edilir. Bu söhbət mediası və mesajları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tələbi ilə məhkəmə prosesi məqsədilə qeyd altına alınmışdır. WhatsAppda hər zaman yazışmaların qorunduğu və üçüncü tərəflə paylaşılmadığı barədə bildiriş olur. Sosial şəbəkələrdə yayılan fotoda təhlükəsizliklə bağlı bildirişin məzmunu ilə bir qədər oxşarlıq təşkil etdiyindən insanlar arasında narahatlıq doğurub. Texnobloger Fərid Pərdəşinas isə məsələyə aydınlıq gətirib. Dünəndən etibarən WhatsAppda insanları təşvişə salan bu formalı məlumatlar çatlarda peyda olur. Qeyd etmək istəyirəm ki, məlumat tamamilə saxtadır. WhatsApp yazışmaları iki tərəfli şifrələmə ilə ucdan uca qorunur və dinin bu məlumatlara girişi yoxdur deyə o əlavə edib.